Toyuqlarımın yumurtlaması üçün lazım olan dərman sən demə buymuş. Əvvəlki vloqlarımda çoxlu toyuq cücəmin olduğunu, amma az yumurtladığını bildirmişdim. Yumurtlamadıqlarına görə də acığa düşüb bir hissəsini kəsib yemişdim. Mən kəsib yeməkdən bezmişdim, bunlar yumurtlamamaqdan bezməmişdilər. Buna bir çarə taparam deyib getdim Zaqtalaya Baytarın yanına. Bizim kəndimiz Qax-Zaqtala yolunun düz ortasında yerləşdiyindən gah Qaxa, gah da Zaqtalaya gedirik. Rayon yerlərində yaşayanlar bilir ki, nə vaxt ki bazara gedirsən, birinci işin oradakı dost tanışı, qohum qardaşı görmək olur. Həm də ki getdinsən, nə lazımsa hamısını alırsan ki, bir dəfəlik olsun, bir də bazara nəyəsə görə qayıtmayasan. Buna səbəb də əsasən kənddə işin çox olmasıdır. Gördüyünüz bu sənətkar da atamın bibisi oğlu Tacidir. Taci dayı bazarda dərzi işləyir. Çoxu onu pul ütüləyən dərzi kimi tanıyır. Ütülədiyin pul paltardan çox olsun deyib sağollaşıb Baytara yollandı. Qasım dayı dərdimi dedikdən sonra mağa bu Rasiski adda bir dənə dərman verdi və dedi ki, yemin içinə qat ver toyuqlara, faydasını görəsən. Mən də sevinə-sevinə gəlmişkən özümə də maya qoyum deyib dostumuz Poladın yanına dəydim. Polad bazarda paltar işi ilə məşğuldur. Tərifləmək kimi çıxmasın. Bazarda demək olar ki, ən gözəl cürbəcür fərqli mallar bu mağazadadır. Məni tanıyanlar bilir ki, Bakıda yaşayanda da ildə 3-4 dəfə gəlib paltarlarımı buradan alır, dost tanışımı da bura yönləndirirdi. Fərqli dəbli paltar almaq istəyirsinizsə, Poladın yanına gedə bilərsiniz. Səhifəsində aşağıda taq eləyəcəm ki, bazar qarışıq olduğundan yerini tapa bilməsəniz özünə əlaqə saxlayasınız. Gözümə xoş gələn 3 rəngdə təzə gəlmiş jaketləri yoxladım. Hansının daha çox yaraşdığını rəylərdə də qeyd eləyə bilərsiniz. Özümə karışni jaketi alıb Poladla sağollaşıb gəldim kəndə. Düşdüm toyuqların canına. Yemi götürüb üstünə çəkiyə uyğun aldığım dərmandan əlavə edib yaxşıca qarışdırıb verdim toyuqlara. Son xəbərdarlıqlarımı da etdim. Ya yumurtlayacaqsınız, ya da kəsiləcəksiniz. Yumurtlasınlar deyə də otdan döşədim ki, yerləri yumşaq, isti, kefləri kök, yumurtaları bol olsun, bəhanələri olmasın. Toyuqları yumurtlatmaq məndən, takib atıb videolarımı bəyənib paylaşmaq sizdən. Bəs siz toyuqlar yumurtlasın deyə nədən istifadə edirsiniz?